Salam əziz müəllimlər, axşamınız xeyir olsun. Sizlər üçün hazırladığım bir ədəd sertifikasiya, bir ədəd MIQ sual izahını verirəm. Başlayaq 2025-ci il sertifikasiya imtahana düşmüş sualdan. 20% 54 olan ədəddən 9 dəfə kiçik olan ədəd hansı ədəddir? Biz bunu necə eləyə bilərik? Ən rahat yolu, tənasib yolu ilə əziz müəllimlər. Demək 20% 54-dürsə, 100% neçədir? 100% x-dir. Biz buradan necə tapacağıq? Demək, 20x bərabərdir 54 vur 100. X-i də tapanda 54 vur 100 böl 20. O da edəcək 270 bərabərdir. İxtisar aparanda 270 qalır. Və bizdən bundan 9 dəfə kiçik olan ədəd deyir. Yəni 270-dən 9 dəfə kiçik olan ədəd nə deməkdir? 270-i 9-a böləcək. O da eləyəcək 30 C variantı. Keçid alaq digər sualımıza. Deyir, şagird 356 səhifəlik kitabı 4 gün ərzində oxudu. Şagird kitabın birinci gün 25%-ni, növbəti 3 gün ərzində isə hər gün əvvəlkindən 6 səhifə az oxuyarsa, oxunmamış neçə səhifə qalar? Biz birinci tapaq, şagird birinci gün kitabın 25%-ni oxuyub. Yəni kitabımız neçədir? Kitabımızın səhifəsi 356-dır. 356-nın 25%-ni necə edirdik? 356-nı dərslərimizdə faiz mövzusunu keçəndə demişik. 356-nın 25%-i 356-nı 25-ə vurub 100-ə bölürük əziz müəllimlər. Demək, birinci günü 356-nı 25-ə vurub 100-ə böldükdə eləyir 89 kitab. Demək, birinci günü neçə kitab? Bizə deyir ki, birinci günü 25%. Yəni, birinci günü 89 kitab oxuyub. Yazıram, birinci günü, 89. Bəs ikinci günü nə qədər deyir? İkinci günü isə deyir, bundan hər gün əvvəlkindən 6 kitab az oxuyarsa. Yəni, ikinci günü 83 kitab oxuyacaq. İkinci günü 83. Sonra 83-dən 6 kitab az neçə olacaq? Üçüncü günü oxuyacaq 77. Dördüncü gün oxuyacaq 71. 6 kitab az. Düzdür mü əziz müəllimlər? İndi biz 4 gün oxuduğu kitabları cəmləsək, yəni 89 üstə 83, üstə 77, üstə 71, 4 gün oxuduğu kitabı cəmləyirəm. Eləyir 320. Demək, 320 səhifəsini oxumuşam. 320-ni oxumuşam. Bəs neçəsini oxumamışam? Ümumi kitabımın səhifəsi 356 idi. 356-dan da 320-ni çıxacam. Eləyəcək 36 səhifə oxunmamış olaraq qalacaq. Bəli, əziz müəllimlər. Bu da bizim MIQ və sertifikasiya imtahana düşmüş suallarımızdır. Gördüyünüz kimi çətin heç nə yoxdur. Əsas qaydaları bilirik və tətbiq edirik. Qaydaları isə dərslərimizdə mükəmməl şəkildə öyrənirik. Kanalımıza abunə olun və videomuzu bəyənin ki, bir çox müəllimin qarşısına çıxsın və videomuzdan, dərslərimizdən faydalana bilsin. Sağ olun, salamat qalın.